Sonra məncə bir çox evə xanıma lazım olacaq bir məhsuldur. Buna baxacağıq. Deməli bu nədir? Sizə bunu açar-açar sizə məlumat verim. Bu göyərtini yuyanda bəzən görürsünüz də çox sulu olur və göyərtini bilmirsiniz necə o suyu ondan arındırasınız da, qurudasınız göyərtini və bəzən yeməklərə tökəndə ya salatlara çox sulu olur və yaxşı görüntü bağışlanmır, xoşa gəlməz hiss elətdirir. Ona görə mən də Temudan çox vaxt Koreyalılar öz bloglarında bunlardan istifadə edirdilər. Düzdür, onda belə üstdən basaraq idi, amma burada da belə olacaq. Deməli, göyərtini qoyacaqsınız bunun içinə, burada belə. Və bunun da materialı, düzdür, bunun materialını çox da bəyənmədim, amma məncə okeydir də. Yəni, nə qədər göyərti olsa ağır bir şey olmur. Məsələn, göyərtini yuyandan sonra gecəksiniz içinə, bunu bağlayacaqsınız. Sonra başlayacaqsınız belə eləməyə və göyərti içəridə fırlana bütün suyunu verəcək. Baxın, bu qıraq tərəfə. Amma göyərti onsuz da bunun içində olacaq. Baxın, burada. Amma su da burada yığılacaq. Və bu, məncə bu çox lazımlıdır. Ürəyim gedir belə şeylərdən ötürü. Mən düşünmürəm ki, bu lazımsız bir məhsuldur. Məncə çox lazımlı məhsuldur. Düz demirəm? Çox lazımlıdır. Dedim ki, belə istifadə edəcəksiniz. Baxın, fırladaraq. Bu belə